Salam, hər vaxtınız xeyir, hörmətli tamaşaçılar, hörmətli idman həvəskarları. İdman Azərbaycan kanalının efirində biz voleybol yarışlarına keçid alırıq. Artıq yeni mövsümə start verilir. Azərbaycan Süper Liqasında 2014-2015-ci il mövsümü start götürür və biz Gənclikdəki Gənclik Olimpiya İdman kompleksindən canlı reportajımıza başlayırıq. İlk turun qarşılaşması Rabitə Azərreyl görüşü sizə canlı olaraq təqdim olacaq. Yeni mövsümdən etibarən həm Rabitə, həm də Telekom komandası məhz rəqiblərini bu arenada qəbul edəcək Gənclik Olimpiya İdman kompleksində. Digər komandalar isə Azəryol, Lokomotiv, onlar həmçinin Azərreyl Bakı Voleybol Mərkəzində rəqiblərini qəbul edəcək. Hər iki komanda artıq meydançadadır. Bir qədər sonra heyətlərlə də tanış olacaq. Hakimlər briqadası da məlumdur. Azərbaycan Respublikasının dövlət himni ilə yeni çempionatımız start götürür. Bəli, artıq başlamaq olar. Hər iki komanda da artıq hazırdır. Görüşün birinci referisi Zaur Hacıyev olacaq. İkinci hakim isə Eldar Zülfüqarovdur. Hər iki referi beynəlxalq dərəcəli hakimlərdir. Komandalar bir-birlərini salamlayırlar və gəlin heyətlərə nəzər yetirək. Qonaq komandadan başlayırıq. Azərreyldə vəziyyət bu cürdür. Komandanın baş məşqçisi Vüqar Əliyevdir. Onun köməkçisi, digər məşqçisi Emin Əbilovdur. Heyət isə budur. Leyla Parşkova 1, 2 İrina Makarenko, 3 Aksana Kovalchuk komandanın kapitanıdır, 4 Nasi Dimitrova, 5 Karla Royeda, 6 Olga Savinchuk, 7 Yuliya Pşiniçnik, 11 Yuliya Kerimova liberodur, 12 Şəfaqət Həbibova, 15 Aynur Kərimova, 16 Ksiniya Pavlenko. Əsasən Azərreyl komandası yeni mövsümdə yerli və gənc voleybolçulara üstünlük verəcək. Bu barədə daha əvvəlcədən də qeyd olunmuşdu. Rabitədə isə bəzi dəyişikliklər var. Bir qədər sonra həmin o dəyişikliklər haqqında sizə məlumat verəcəm. Komandanın köhnə yeni baş məşqçisi Dejan Brđoviçdir. Hazırda onu yaxın planda görürsünüz. Məsələ Rabitənin ilk olaraq uğurlar qazanmasında bu serb mütəxəssisin böyük rolu var idi. Yenidən Rabitənin sükan arxasındadır Dejan Brđoviç.
son illərin dəyişməz çempionu rabitədə vəziyyət bu cürdür heyət baxımından. 1. Vilma Alishanova 4. Yoana Mahmudova 5. Natasha Krsmanovic 6. Tetori Dixon 7. Güzella Azimli 9. Brenda Castillo liberoda 10. Ana Priyeva 12. Francesca Ferretti 13. Notsara Tomkom 16. Foluke Akinradeva 17. Kapitan. Bu görüşdə komandanı meydançaya kapitan kimi çıxaran Katarzyna Skavronska 18. Dora Horvat. Komandanın yeni mövsümdəki kapitanı Aureo Cruz'dur, amma müəyyən səbəblərdən, müəyyən problemlərdən məhz bu görüşdə onun adı soyadı yoxdur. Odur ki, komandanı meydançaya Katarzyna Skavronska çıxarır. Yeni mövsüm bəzi dəyişikliklərlə start götürür. Hələlik 5 komandanın adını biz görürük çempionatda. Bu da iqtisadçının artıq fəaliyyətini dayandırması ilə bağlıdır. Ola bilsin ki, onun əvəzinə yeni yaranan, Turan kimi təqdim olunan komanda məhz onun yerinə çıxış etsin. Belə bir fikir var ki, yenidən 6 komanda olsun çempionatımızda, amma hələlik dəqiq bir məlumat yoxdur. Bu haqda, bu ətrafda müəyyən məsələlər öz həllini tapmalıdır. Amma hələlik 5 komanda ilə yeni mövsümə start verilib. Odur ki, birinci dövrədə ilk 2 oyun sizə təqdim olacaq. Maraqlı görüntü sizə təqdim olundu. Sizə gəlib öz sevimli komandasına dəstək olmaq üçün. Görüş başlamaq üzrədir. İlk olaraq topu oyuna baxa görək kim daxil edəcək. Bəli, rabitə komandası topu oyuna daxil edir. 12 nömrəli Francesca Ferretti. Onun servisi ilə çempionatımız start götürdü. Hər iki komandaya uğurlar arzuluyoruz. Təbii ki, rabitə daha təcrübəlidir və yerli gənclərdən ibarət komanda olan Azerrail görək bu rəqibi ilə oyunda hansı çıxışı bizə nümayiş etdirəcək. İlk xalı isə Oksana Kovalchuk'un sayəsində Azerrail qazandı. Kapitan komandasında fərqləndi, hesabı açdı. Yeni mövsümün ilk xalını Azerrail'in 3 nömrəli kapitanı Oksana Kovalchuk qazandı. Rabitənin buna cavabı Castillo. Out. Skavronska'nın zərbəsi alınmadı. 2-0. Azerrail öndədir. Və ilk dəfə olaraq, hətta mən deyərdim, dünya voleybol tarixində bəlkə də belə bir şey olmayıb. Söhbət Kubalı voleybolçuların milliləşdirməsindən gedir ki, rabitənin niyyətində biz hazırda 4 belə voleybolçu görürük. Skavronska bu arada hesab arasındakı fərqi azaltdı. 1-2 oldu. Bəli, rabitənin 4 voleybolçusunu göstərək. Vilma Alishanova, Yoana Mahmudova, Güzella Azimli və Ana Priyeva. Bu voleybolçular məhz Kuba əsilli oyunculardır və onlar milliləşdirilib. Rabitənin uğurları üçün çalışacaq. Yeni mövsümdən etibarən bunu da qeyd etmək lazımdır. Hesabı bərabərləşdirir Dora Horvat. 2-2. Yeniliklər ondan ibarətdir ki, ilk dəfə olaraq ev səfər prinsipi ilə təşkil olunacaq və hər komandanın sifariş ərizəsində 3 yerli voleybolçu sifariş olmalıdır ki, onlardan da ən azı biri görüş zamanı meydançaya çıxmalıdır. Kovalchuk növbəti xalını qazandı. Sağ cinahdan təşkil olunan hücum. Oksana Kovalchuk özünün ikinci komandasının 3-cü xalını qazanır. 3-2 Azerrail öndə. Bu isə Brenda Castillo'dur. Dominikan Respublikasını təmsil edir. Azərbaycan Süper Liqasında Aynur Kərimova top oyuna daxil etdi. Və bu servis 4-cü xalı gətirir Azerrailə. Bu Aynur Kərimovanın ilk xalı idi. Skavronska görüntüdədir rabitənin bu görüşdəki kapitanı. Kərimovanın növbəti servisi. Blok yaxşı oynayır. 5-2. Nasi Dimitrova fərqləndi. Tək başına özü Kiverin mərkəzdə blok qurdu və bu Dimitrovanın ilk xalı olur. 5-2 Azerrail öndə.
Kərimovanın növbəti servisini izləyirik. Fərqi azaldır Krsmanoviç və onu da qeyd edək ki, daha bir yenilik var Azərbaycan Süper Liqasında, daha bir əlamətdar hadisə ondan ibarətdir ki, hazırda elə meydançıda olan Azərel komandasının geyimindədir bu yenilik, özünüz də görürsünüz. Ətəklikdə artıq oynayacaq Azərel voleybolçuları həm Azərbaycan Süper Liqasında, həm də Challenge Cup-ın oyunlarında. Xal rabitəyə verilir. Fikir verin, Azərel komandasının geyiminə, voleybolçuların geyiminə fikir verin. Ətəklikdədirlər, şortikdə deyirlər, şortda deyirlər. Dünyanın bir sıra aparıcı klubları bu geyimdən istifadə etsə də çempionatımızda ilk belə hal kimi qeydə alınır, tarixə düşür. Aşırma cəhd Karla Rueda'dan alınmır və Skavronska fərqi minimum endirir. Daha doğrusu bərabərləşdirdi hesabı. Katarzyna Skavronska. Bu Skavronska'nın ikinci xalıdır. 5-5. 3 xallıq geriliyi aradan qaldırdı. Krsmanoviç'in servisi. Top oyunda da oynama olar. Kavalçuk. Rabitə komandasının hücumu da alınmadı. Və Nasya Dimitrova 6-5 edir hesabı. Mərkəzdən qurulan hücum. Şəfaqət Həbibovanın ötürməsi və Nasya Dimitrova fərqləndi bu vəziyyətdə. Akenradova görüntüdədir. Bu isə Şəfaqət. Kavalçuk'un servisi. Qüvvətli qarşı alınmaz zərbə. Akenradova'dan 2 ardıcıl zərbə nəhayət ki ona xal qazandırdı. Foluki Akenradovanın bu qarşılaşmada ilk xalı idi. Fikir verin, bu zərbəni dəf etsə də müdafiə etdi. Təkrar zərbə ilə fərqlənir və Karla Rueda heç nə edə bilmədi. Skavronska. Onun servisi. Topu qaytarmaq mümkün olmadı. Karla Rueda'dan Skavronska ace ilə fərqlənir. Və görüşün ən sərrast oyuncusuna çevrilir. Katarzyna Skavronska aktivində 3 xal var. Növbəti servis. Təcrübəli voleybolçudan. Skavronska top torada dəydi, bir qədər sürətini azaltdı. Həbibova 7-7. Nasya Dimitrova çatır Skavronskaya. Onun da 3 xalı var. Çaşdırdı burada Şəfaqət. Bloku. Topu arxaya ötürdü. Karla Rueda. Perolu voleybolçu görüntüdə 24 yaşı var. Sol cinahdan zərbə endirən Dara Horvat. Və ilk texniki fasiləyə Rabitə komandası üstün yollanır 8-7 hesabı ilə. Çempionatda reglamentdə dəyişiklik yoxdur. 4 dövrə olacaq. Daha sonra komandalar mübarizəni play-offda və ardınca yarı final, final mərhələsində davam etdirəcəklər. İlk set davam edir. Yuliya Kərimova, zərbəni endirən Olga Savinçuk. 9-7. Yana Mahmudova bu görüşdə 2 xalını qazandı. Yoana Mahmudova 4 nömrəli oyuncu. Ferretti top oyuna daxil etdi. Həbibova. Dimitrovanın zərbəsi alınmır və blokda Mahmudova yaxşı oynayır. Yoana Mahmudova
fikir veririk. 2-4 nömrəli voleybolçunun mübarizəsini izlədik. Nasya Dimitrovanın zərbəsini məhz Mahmudova dəf etdi. Time-out. Görüşdə ilk time-outu Vüqar Əliyev götürüb. Не упускайте счет. Нельзя было доставать из дома. 5-2 вели, посмотрите, 5-2, 10-7, а? Мы 2 мяча загнали, они 8. Пошли достаем, пошли, давай, поехали. Yeni mövsümdə Avrokuboklarda da komandamızın sayında dəyişikliyi var. Azərbaycan Avrokuboklarda bir yerini itirib. Məhz iqtisadçının fəaliyyətini dayandırması ilə bağlıdır bu dəyişiklik. 5 deyil, artıq 4 komanda ilə təmsil olunacaq. Burada Nasya Dimitrova fərqi azaldır, 8-10. Bəli. İqtisadçının yoxluğu onu deməyə əsas verir ki, Bakı təmsilçisinin 16-1 finaldakı rəqibi olan İspaniya Logananosuna texniki qələbə veriləcək. Artıq İspanlar da bilir bunu. Aşırma cəhd Akin Radyovadan 11-8. Yeni mövsümdə Rabitə və Azəryol Çempionlar Liqasında Lokomotiv Qitə Voleybol Konfederasiyası Kuboku yarışlarında, Azərreyl isə Challenge Cup'da, çağırış kuboku uğrunda yarışlarda iştirak edəcək. Hesab 11-8. Azərreylin hücumu, Olga Savinçukun cəhdi alınmadı. Qüvvətli zərbə və müdafiədə əla oynayır burada libero Yuliya Kərimova. Skavronska, aşırma cəhd, yenə də Yuliya Kərimova əla oynayır. İki ardıcıl, gözəl hərəkət liberodan, Azərreylin liberosundan. Çox maraqlı mübarizə gedir bu saniyələrdə. Azərreylin hücumu sol tərəfdən Olga Savinçuk xal qazandırır Azərreylə 9-11. Bu Olga Savinçukun ilk xalı idi. Maraqlı mübarizənin yekununda Azərreyl fərqləndi, amma bu xala görə hətta mən deyərdim Yuliya Kərimovanın rolu daha çox oldu, böyük oldu. Şəfaqət Həbibova. Rabitə komandasının hücumu dəqiqdir Kırsmanoviçin sayəsində. 12-9. Servisi isə Francesca Ferretti yerinə yetirəcək. Azəryol Lokomotiv görüşü noyabrın 2-si, yəni sabah saat 18-də start götürəcək. Voleybol mərkəzində olacaq həmin görüş. Royda Karla, Həbibova, qüvvətli zərbə Olga Savinçukdan. 10-12. Olga Savinçuk özü yerinə yetirir. Servisi Ukraynalı voleybolçudur. 26 yaşı var bu gördüyünüz oyuncunun. Castillo. Yoana Mahmudovanın zərbəsini dəf etdi. Daha bir zərbə Yoanadan. Rəfə qarşısı alınmazdı 13-10. Yoana Mahmudovanın 3-cü xalıdır görüş ərzində. Özü də indi servisi yerinə yetirəcək. Hələlik Azərreyl pis təsir bağışlamır güclü rəqibi qarşısında. 11-13. Yoana topu tora vurdu. Aynur Kərimova. Castillo özünü topa çatdırdı. Skavronska top meydançadan 4-11. Katarzina'nın 4-cü xalı. Kırsmanoviç servisi yerinə yetirəcək. Burada çaşdı Oksana Kovalchuk. Əylərək topu meydançaya düşməsinə şərait yaratdı sanki. Həbibova. Karla Rueda. 12-14. Bu Karla'nın ilk xalı idi. Perulu voleybolçu. Kovalchuk. Kapitandadır top.
35 yaşı var Belaruslu voleybolçunun. Çox təcrübəlidir və komandanın ən yaşlı voleybolçusudur. 15-12. Skavronska. Fərqləndi bir qədər əvvəl. Servisi də özü yerinə yetirir. Şəbibova. Blok. Və Dora Horvat tək başına blokla 16-cı xalı gətirir komandasına. Yenə Rabitə texniki fasiləyə üstün yollanır. Bu dəfə 4 xal fərqi ilə. Skavronska topladı. İlk hissə davam edir. Görüş izləyənlər arasında Azərbaycan milli komandasının baş məşqçisi söhbət kişi voleybolçulardan ibarət millimizdən gedir. Komandamızın baş məşqçisi Bülent Qarsıloğlu da var. Azarkeşlər arasında o da maç izləyir. Xal Azərreylin Karla Roeda fərqləndi. Bir illik müqavilə imzalanıb Bülent Qarsıloğlu ilə. O, bu postda Kubalı Silya Tabarisi əvəzləyib. Karla Roeda. Top meydançada düşdü Akenradeva'nın toxunuşundan sonra. Topun qəbulunda səhv Karla Roeda'dan 18-13. Fərqi getdikcə çoxaldır. Rabitə voleybolçuları. Dora Horvat servisdən fərqlənmişdi və Vüqar Əliyevin sonuncu time-outu ilk hissə ərzində. ...30 saniyəlik fasilə yekunlaşdı. Komandalar yenidən meydançaya qayıdır. 5 xallıq fərq var. Rabitənin üstünlüyü. Dora Horvat növbəti servisini reallaşdıracaq. İşarə gəldi. Karla Roeda, Həbibova sol cinahlı oynayır. Blok out. Olga Savinçuk fərqləndi. Bu onun 3-cü xalı idi. Servisi isə Nasi Dimitrova yerinə yetirəcək. Onun 4 xalı var. On 14-18 hesab. Dimitrovanın servisi. Aşırma cəhd. Akenradeva'dan Karla Roeda, Castillo. Akenradeva daha bir cəhd. Yenə də müdafiə xətti yaxşı oynayır. Arxadan qurulan hücum. Bu topu da qaytardı Kavalçuk. Azərreylin hücumu yenə də alınır. Castillo. Və sol cinahdan zərbə. Yona Mahmudova, Aynur Kərimova. Blok və top meydançadadır. Xuluk Akenradeva 19-cu xalı qazandırdı komandasına. Dəyişilik Azərreyl komandasında. Sinir Pavlenko
meydançadan çıxdı. Akinrayeva'nın servisi. Xal Azərreylin 15-19. Fərqlənən voleybolçu isə Oksana Kovalchuk idi. Bu onun 3-cü xalı idi. Şəfaqət Səbəbova top oyuna daxil etdi. Yana Mahmudova, Kovalchuk blokda yaxşı oynayır. Bu dəfə sağ cinahdan Skavronska 20-15. Ən məsullar oyuncu hələlik Katarzyna Skavronska'da 6 xalla. Ferretti top oyuna daxil etməyə hazırdır. Francesca Ferretti. Anlaşılmazlıq Yuliya Kərimova ilə Karla Royda arasında. Nəticədə top rabitəyə keçir. Skavronska top meydançada idi. 21-15. Xal fərqi artıq 6-ya bərabərdir. Ferretti növbəti servisini reallaşdırmağa hazırdır. 21-15 hesab. İlk setdə qələbəyə çox yaxındır. Son çempion, son illərin çempionu rabitə. Vüqar Əliyev nədənsə narazı görünür. Hətta ikinci referiyə də iradını bildirdi bu vəziyyətdə. Zaur Hacıyev isə fitini səsləndirir. Yenidən görüş davam edir. Ferretti, Yuliya Kərimova, Həbibova, qüvvətli zərbə Kovalchuk'dan, amma rabitə komandası topu oyunda saxlaya bilir. Yuliya Kərimova, Aynur Kərimova, qarşı salınmaz zərbə 16-21. Bu Aynur Kərimovanın ikinci xalıdır, əla oynadı mərkəzdə. 26 yaşı var Aynur'un. Olga Savinçuk. Ferretti. Daha bir xal Azərreylin aktivində yazılır. 17-21. Blokda uğurlu oyun. Top sonunda Skavronska'ya değdi. Olga Savinçuk. Castillo, Ferretti. Topu əks tərəfə atabilir Azərreyl voleybolçuları. Daha bir cəhət blok yaxşı oynadı Karla Royda. Həbibova. Kovalchuk. Castillo. Yana Mahmudova topu əks tərəfə atdı. Alınmır. Azəreylin bu hücuma alınmadı. Anlaşılmazlıq və Kırsmanoviç hesabı 22-17'dir. Natasha Kırsmanoviç'in 3-cü xalı. Servisi isə milliləşmiş Kubalı voleybolçu Yana Mahmudova yerinə yetirəcək və dəyişiklik. Olga Savinçuk çıxdı Azərreyldə. Meydançaya Leyla Parshkova daxil oldu. 1998-ci il təvəllüdlüdür. 16 yaşı var bir nömrəli oyunçunun. Həbibovanın ötürməsi. Kovalchuk top meydançada da 18-22. Kapitanın 4-cü xalı. Aynur Kərimova servisi yerinə yetirəcək. Hesab 18-22, 24 dəqiqədir ki, görüş başlayıb və bu müddət ərzində 40 xal toplanılıb. Kərimovanın servisi, Yana Mahmudova, Ferretti, Skavronska. Top meydançada 23-18. Kırsmanoviç topladı. Karla Royda, Həbibova, aşırma cəhd. Masya Dimitrovanın düşüncəsi yaxşıydı, amma alınmadı. Karla Royda blok. Out.
19-23. Oksana Kovalchuk. Top meydançada Aken Radeva fərqlənir. Set ball Rabitə üçün. (24-19) hesab. Skavronska özünə məxsus şəkildə servisi yerinə yetirdi. Yuliya Kərimova. Karla Royada Castillo yaxşı oynayır. Yana Mahmudova. Top əks tərəfə düzgün atılmadı və 20-24 olur hesab yenidən. Set ball Rabitənin tərəfindədir. Bax, bu vəziyyətdə Dora Horvat topu kənardan antenin məhz kənarından əks tərəfə atdığı üçün bal Azərreylə verildi. Bu isə ilk setin sonuncu yadda qalan epizodu olur. 25-20 hesabı ilə Rabitə ilk hissənin qalibidir. Hörmətli tamaşaçılar, Gənclik Olimp İdman kompleksindən canlı reportajımız davam edir. Yeni mövsümün ilk turu Rabitə Azərreyl qarşılaşması ikinci set başlayır. İlk hissədə Rabitə 25-20 hesablı ilə qalib gəldi, üstün oldu. Görək ikinci hissədə nəticə necə olacaq. Hər halda pis təsir bağışlamadı gənc və yerli, əsasən gənc və yerli voleybolçulardan təşkil olunan Azərreyl komandasının ilk hissədəki çıxışı pis deyildi. Əksinə mən deyərdim, yaxşı idi. 5 xal fərqi ilə uduzdular. Amma nəzərə alaq ki, Rabitənin heyəti də çox güclüdür. Son çempiondular və yeni
güclü voleybolçularla da heyət güclənib. İkinci hissədə də ilk xalı Azərreyl qazandı. Nasiya Dimitrova fərqləndi. 4 nömrəli oyunçu. Bu onun 5-ci xalıdır. Birinci hakim Zaur Hacıyev, ikinci referi Eldar Zülfüqarov da hər ikisi beynəlxalq dərəcəli hakimdir. Ferretti, Yana Mahmudova 1-1. Hesab bərabərləşdi. İlk setdə hətta Azərreyl 5-2 hesabı ilə üstün idi, amma bu üstünlüyünü heç 2-3 dəqiqə saxlaya bilmədi. Rabitə təşəbbüsə yələndi. Yana Mahmudova artıq ikinci belə səhvdir onun ifasında. Topu tora vurdu. 2-1 Azərreyl öndə. Şəfaqət Həbibova servisi yerinə yetirir. 23 yaşı var Şəfaqətin. Castillo, Ferretti, Dora Horvat 2-2. Krsmanovic topu oyuna daxil edir. Castillo kənardadır, libero. Ataşa Krsmanovic topu kənara vurur. 3-2 Azərreyl öndə. Castillo məhz Krsmanovic əvəzləyir. Brenda oyundadır. Top isə Olga Savinçuk'da. 26 yaşlı Ukraynalı voleybolçunun servisi. Yana Mahmudova aşırma cəhd. Dora Horvat'dan. Yuliya Kərimova. Horvat yaxşı oynayır. Ferretti. Yana Mahmudova. 3-3. Əla hücuma qoşuldu. Yana Mahmudova. Bu onun 5-ci xalı idi. Qarşı salınmaz zərbə və Savinçuk topu qaytara bilmədi. Katarzyna Skavronska görüşün ən sərrast oyuncusu. 8 xalı var. Skavronska'nın servis yerinə yetirildi. Həbibova sol cinahla oynayır. Karla Rueda. Kərimova, Həbibova. Qeyri-dəqiq zərbə Oksana Kovalchuk'dan. 4-3 Rabit öndədir. Katarzyna'nın növbəti servisi olacaq. Topu tora vurur Skavronska. 4-4. Aynur Kərimova. Horvat. Ferretti. Skavronska blok yaxşı oynayır Castillo. Ferretti sol cinaha. Dora Horvat. Yenə blok. Castillo, Ferretti. Dora Horvat blok. 3 ardıcıl blok. İmkan vermir xala və nəhayət ki, Yana Mahmudova 4-cü cəhddə istəyinə çatır 5-4. 3 ardıcıl, əla oyun Azərreylin blokunda. Amma 4-cüsündə Yana Mahmudova fərqlənə bildi. Dora Horvat servisi yerinə yetirdi. Hesab bərabərdir. Nasiya Dimitrova. Bu onun 6-cı xalıdır. 5-5. Kapitan servisi yerinə yetirəcək. Oksana Kovalchuk 4 xal var aktivində. Horvat. Ferretti. Mahmudova blok. Castillo. Ferretti mərkəzdə. Akinradyova'nın zərbəsini dəf edir Karla Rueda. 6-5 Azərreyl öndə. Əzimkarlıq nümayiş etdirir. Azərreyl voleybolçuları. Karla Rueda tək başına blok vurdu və əla oyun Perulu voleybolçudan. 4-cü xalını belə qazandı. Kovalchuk. Castillo. Ferretti. Akinradyova. Yenə də onun zərbəsini dəf etdi. Müdafiə xətti. Horvat. Ferretti. Kovalchuk'u çaşdırır. Francesca Ferretti maraqlıdır ki, bu görüşdə ilk xalına sevinir. Hesab 6-6'dır. Foluke Akinradyeva. Onun isə 5 xalı var.
Topu oyna. Daxil edir Akın Radevo. Habibova, Kovalchuk alınmadı. Azərbaycan hücumu. Ferretti, Yana Mahmudova. Top kənarda düşür. 7-6 Azərbaycan öndə. İlk dəfə olaraq texniki fasiləyə üstün yolana bilər Vüqar Əliyevin komandası. Carla Rueda bunu reallaşdıra bilər. Dəqiq servis tələb olunur bunun üçün. Carla Rueda'nın servisi. Castillo, Ferretti, Krsmanovic 7-7. Və bir neçə saniyə sonra ikinci setin ilk texniki fasiləsi qeydə alınacaq, amma kim üstün yollanacaq onu bir qədər sonra biləcəyik. Servis yerinə yetirildi. Carla Rueda, Habibova və Azərbaycan ilk dəfə olaraq texniki fasiləyə üstün yollanır. Olga Savinçkun dəqiq zərbəsindən sonra 8-7 Azərbaycan öndə. Rabitənin kapitanını da gördünüz. Aureo Cruz azarkeşlər arasında maçı izləyir və müəyyən səbəblərə görə bu görüşdə meydançada deyil Rabitənin kapitanı. İkinci set davam edir. Azərbaycanın 8-7 hesablı üstünlüyü var. Əla oyun blokda. 9-7. Kim toxundu topa? Aynur Kərimova yoxsa baxırıq. Xeyr. Toxunuş Olga Savinçuk'dan. Onun 5-ci xalıdır. Savinçuk 9-7 öndə də Azərbaycan. Kovalchuk'un servisi. Ferretti, Yana Mahmudova aşırma cəhd keçmədi. Habibova sol tərəf ötürmə. Savinçuk, Ferretti, Skavronska. Carla Rueda yaxşı oynayır müdafiədə. Savinçuk və nəhayət ki Yana Mahmudova istəyinə çatır 8-9. Bu Yana Mahmudovanın blokda qazandığı ilk xalı idi. Ümumilikdə isə 7-ci xalıdır. 8-9 Mahmudova top oyuna daxil edir. Savinçuk, Habibova. Savinçuk. Bravo Castillo. Savinçuk topu qaytarır Kovalchuk. Carla Rueda. Bu nə zərbə idi? 9-9. Yaxşı imkan var idi. Hesab arasındakı fərqi artırmaq üçün bunu bacarmadı Carla Rueda. Mahmudovanın servisi olacaq yenidən. Azərbaycan komandasının ehtiyat voleybol Yuliya Pşiniçnik, Elena Makarenko, Leyla Paşkova. Qüvvətli zərbə Ferretti dəf etdi. Castillo, Skavronska. Top meydançada 19. Rabitə önə keçir. Ardıcıl servislər Yana Mahmudovadan. Carla Rueda, Habibova, Kərimova yaxşı düşünmüşdü və top meydançaya düşür onun. Aynur Kərimovanın 3-cü xalı.
Castillo bir qədər əvvəl buna bənzər vəziyyətdə komandasını xilas etsə də bu dəfə bacarmadı. 20 xal var, amma hələlik öndə olan yoxdur. 10 hesab. Şəfaqət Həbibova, Yana Mahmudova, Ferretti, Dora Horvat 11-10. Bu Dora'nın 5-ci xalı. Krsmanovic servisi yerinə yetirəcək. Kovalchuk, Həbibova, Kərimova'nın zərbəsi elə defekli olmadı. Ferretti, Dora Horvat. Top meydançada 13-10. Ardıcıl xallar Dora Horvat'dan. Krsmanovic. Rueda, Həbibova, Kovalchuk. Blok yaptı oynadı. Foluke Akinradeva. 13-10. Foluke'nin 6-cı xalı. Time out. Vüqar Əliyev tərəfindən. Mən isə bu yaranmış fasilədən istifadə edib milli komandamızın çıxış edəcəyi Avropa çempionatı haqqında bəzi məlumatlar var, onları sizə təqdim edim. Məsələ burasındadır ki, noyabrın 12-sində Belçikanın Antwerpen şəhərində püşkatma mərasimi olacaq. Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi. Komandamız həmin o final mərhələsinə çox yaxındır, bir addımlığındadır və play-off oynayacaq. Slovakiya komandası ilə rəqibləri ümumiyyətlə noyabrın 12-sindəki püşkatma mərasimindən sonra bilinəcək. Bakı vaxtı ilə saat 19-da olacaq həmin o tədbir. Belçika və Hollandiyada olacaq final mərhələsi Avro 2015. 13 komanda artıq məlumdur. Digər kollektivlər isə play-off görüşlərindən sonra bilinəcək. Komandamıza uğurlar arzulayırıq. İnanırıq ki, Slovakiya səddini aşacaq və 2015-ə, Avro 2015-ə vəsiqəni təmin edəcəyik. 11-13 oldu hesab. Fərqi azaldır. Azarreyl. Kovalchuk. Daha doğrusu Savinçuk. Olga Savinçuk görüntüdədir. 5 xal var aktivində. Servisi yerinə yetirdi. Ferretti. Dora Horvat. 14-11 edir hesabı. Skavronska, Savinçuk, Həbibova, Karla Rueda, əla oynayır Perolu voleybolçu. 3 Rabitə voleybolçusunu fikir verin necə çaşdırdı ikisi blokda. Skavronska isə arxada. 12-14. Kərimova servisi yerinə yetirəcək. Bu arada birinci hakim Zaur Hacıyev ilə Azarreylin kapitan arasında diyalog oldu. Oksana Kovalchuk'la Zaur Hacıyev neyse müzakirə etdi. Yenidən davam işarəsi. Kərimova'nın servisi. Yana Mahmudova, Ferretti, Akinradeva 15-12. Foluke Akinradeva 7-ci xalı. İlk texniki fasiləyə Azarreyl öndə yollansa da növbəti fasiləyə Rabitə daha yaxındır. Üstün vəziyyətdə getməyə. Lockout 13-15. Orada kapitan yaxşı oynamışdı. Kovalchuk. Onun servisi. Out. 16-13 hesabı ilə Rabitə ikinci texniki fasiləyə öndə yollanır. Ошибка, дорогие мои, ну доложите мячом, да, это же очко, а.
Достаем, ошибка, потом снова кончай, давай, нельзя говорил. İkiləşmə, bax çıxar. Görürsən, gəlmişsən, göndərirsən. Uşaq ablat bir topuğa dövdə. Yaxşı gəlmişsən, problem yox, gerek yox. Amma ona görə gəlsin, ikiləşmə. Хорошо? Доставайте 6 минут. Что можно сказать? Играем, дальше, ясно? Давай, дальше, поехали. İkincisi de devam edir hörmətli tamaşaçılar. Rabitə 16-13 hesabı ilə öndədir. Ümumi hesabda da irəlidədir. Dejan Brđovićin kollektivi 14-16 Akin Radevon'un qeyri-dəqiq servisindən sonra fərq 2'ye indi. Karla Rueda görüntüdə. Hesabı beraberleştirmeye çalışır. Azerreil. Ferretti, Joana Mahmudova top meydançada 17-14. Rabitə komandasının keçmiş üzvü Almanya Bundesligasında oynuyor. 24 yaşlı Amerikalı voleybolçu Christy Jackson'dan gelir söhbət. O Dreznerlə bir illik rəsmi müqavilə imzalayıb. Daha əvvəl o iqtisadçı ilə anlaşmışdı bildiyiniz kimi, amma Rabitənin düşərgəsinə qayıtmışdı bildiyiniz kimi. Nasya Dimitrova hesabı 15-17 etdi. Azərbaycan Süper Liqasının güclü oyuncularından biri milli komandamızın üzvü Polina Rahimova isə artıq Cənubi Koreya çempionatındadır. O Hyundai komandasının şərəfini qoruyur və artıq çempionatda fərqlənir. 32 dəqiq zərbə ilə bir oyunda diqqət mərkəzinə düşüb. Horvat, Ferretti, Skavronska, Krsmanovic, Ferretti bu dəfə sağ cinaha. Mahmudovanın zərbəsini dəf etdi kapitan. Amma topu əks tərəfə atmaq mümkün olmadı. 18-15. Rabitə komandası yeni mövsümə hazırlıq prosesi zamanı bəzi yoldaşlıq görüşləri keçirmişdi ki, bunlardan da biri Lokomotiv komandasına qarşı olmuşdu və 3-0 hesablı qələbə qeydə alınmışdı. Həmin görüşdə Joana Mahmudova 11 xal toplamışdı. Yuliya Kərimova zərbə elə də yaxşı olmadı. Doğru Horvat. Ferretti, Skavronska blok yaxşı oynayır. Şəfaqət Həbibova. Kərimova. Qüvvətli zərbə kapitan Oksana Kovalçukdan. Kərimova bu dəfə sol tərəfə. 19-15 olur hesab. Rabitə üstünlüyünü 4 xala çatdıra bildi. Krsmanovic yaxşı oynamışdı. Time out. Sonuncu time out'u Vüqar Əliyevin bu setdə. Başlıyor be, bakalım. Basış. Внимание, да? Взять счет, немножко внимания. Барашков нам больше надо работать. Пошли, давай. ...19-15 ikinci set Rabitənin üstünlüyü şəraitində davam edir. Joana Mahmudovanın servisi. Savinçuk'un zərbəsini dəf edir Krsmanovic 20-15. Ataşadan növbəti xal. Joana Mahmudova daha bir cəhd. Fərq 5 xala bərabərdir.
Bu fərqi isə aradan qaldırmaq çətin görünür Azərreyl üçün. Mahmudova, Karla Rueda, Həbibova, Savençuk yenə blok. Həbibova bu dəfə sağ tərəfə. Kovalçuk, Skavronska, Ferretti, Dora Horvat blok. Karla Rueda, Həbibova, Kovalçuk, blok. Yenə Kırsmanoviç. 21-15. Natasha Kırsmanoviç. Ardıcıl 2 blok halı. Dəyişiklik. İlk dəfə olaraq Yuliya Pşeniçnik meydançaya daxil olur Azərreyl niyyətində. 18 yaşı var Yuliya Pşeniçnikin. Vüqar Əliyev onun da xidmətindən yararlanır. Setin sonlarına yaxın. Mahmudova topu kənara attı. 16-21. Notsara Tomkom və həmçinin Gizella Əzimli də ilk dəfə olaraq meydançaya çıxır Rabitənin heyətində. Skavronska isə Gizella Əzimli ilə əvəzlənir. Bu iki voleybolçunun yeni mövsümdəki ilk çıxışı. Notsara Tomkom təcrübəli voleybolçudur. Amma Gizella Əzimli debüt edir Süperligada. 17-21. Bu dəfə Kırsmanoviç istəyinə nail ola bilmədi. Aynur Kərimova yaxşı oynayır blokda. 17-21. Həbibova top oyuna daxil edir. Servislərdən çox şey asılıdır. Castillo, Tomkom, Əzimli, blok out. 22-17. İlk halını qazandı. Gizella Əzimli. Natasha Kırsmanoviç topladı. Karla Rueda, Həbibova, Kərimovanın zərbə salınmış. 23-17. Daha 2 xal və Rabitə 2-0 öndə olacaq. Herhalde buna daha çox yaxındır. Dejan Bırcoviçin baş məşqçisi olduğu Rabitə. Karla Rueda, Yuliya Kərimova, Kovalçuk alamadı. Tomkom, Kırsmanoviç, Əzimli blok. 18-23. Fərqi 5'e indirir Azərreyl. Kərimova blokda yaxşı oynamışdı. Aynur Kərimova. Olga Savençuk. Tomkom. Qayda pozuntusu Notsaradan. 19-23. İkili toxunuş. Zaur Hacıyev məhz buna işarət etdi. 19-23 fərq 4'e indi və görüş ərzində ilk dəfə olaraq time-out'u Dejan Bırcoviç götürür. Castillo, Tomkom, Dora Horvat, qüvvətli zərbə, amma Həbibova özünü topa çatdırdı. Yaxşı oynayır gənc voleybolçu Castillo. Rabitənin daha bir cəhdi, qarşı alınmaz zərbə Gizella Əzimlidən. 24-19 set bol Rabitənin tərəfindən. Gizella Əzimli.
Eləyəsən daha bir yeni voleybolçu meydana çıxdı Rabitənin heyətində. Kovalchuk'un zərbəsi dəqiqdir. Bəli, Vilma Alişanova da ilk dəfə olaraq meydançaya çıxdı. O da milliləşən Kubalı voleybolçulardandır. Set bol hələ də Rabitənin tərəfində. Belə görünür, ilk setin ssenarisi təkrarlanacaq. İlk hissədə də hesab 25-20 Rabitənin xeyrinə idi. Hazırda hesab 20-24'dür. Və amma belə olmadı. Aynur Kərimova 21-24 edir hesabı. Fərqi 3'ə indirdi voleybolçumuz. Və məcbur edir ki, Dejan Brđović ikinci time-out'u götürsün. Kərimova. Ardıcov ikinci xalını qazanacaq mı? Onun servisi. Əzilli. Alişanova. Kovalchuk. Top, bəli. Top son anda Rabitə voleybolçusuna dəyərək meydançadan çıxır. 22-24. Kovalchuk fərqləndi. Bu onun 7-ci xalıdır. Daha bir servis Aynur Kərimova'dan. Alişanova, Tomkom. Topu əks tərəfə atmaq mümkün oldu nəhayətçi. Castillo, Tomkom. Yenə blok amma alınmadı. Alınmadı Karla Rueda'nın cəhdləri. 25-22 hesabı ilə Rabitə bu setin də güclüsü olur. Və komandalar fasiləyə yollandılar.
Rabitə Azərreyl maçında 3-cü set başlayır hörmətli tamaşaçılar. 2-0 Rabitə öndədir. 25-20 və 25-22 hesabları qeyd alınıb müvafiq olaraq. 3-cü hissə həlledici ola bilər. Rabitə 3 xalı qazana bilər. Təbii ki, bu setdə də üstün olsa o zaman yeni mövsümə qələbə ilə 3 xalla başlayacaq son çempion. Francesca Ferretti görüntüdə də servisi yerinə itirəcək bir qədər sonra. Azərreyl komandası isə heç olmasa bir hissə aktivinə yazmaq istəyir. Bir hissəni xeyrinə başa vurmaq istəyir. Görək nə olacaq. 3-cü set başladı. İlk xalı yenə də Azərreyl qazanır. Maraqlıdır ki, hər 3 setin ilk xalını məhz Azərreyl komandası qazanıb. Olga Savinçuk fərqləndi. 6-cı xalı idi bu onun. Özdən servisi yerinə yetirəcək. 1-0. Castillo. İona Mahmudova. Bu dəfə aşırma cəhd. Kərimova, Həbibova. Carla Rueda. 1-1. Fərqlənən voleybolçu isə Tetari Dixon. 6 nömrəli oyuncu meydançadadır Rabitənin heyətində. İona Mahmudova. Out. 2-1 Azərreyl öndə. Aynur Kərimova komandasının növbəti xalını qazanmaq istəyir. Servislə. Kərimova. Horvat. Ferretti. Horvat. Qarşı salınmaz zərbə idi, amma qeyri-dəqiq oldu. 3-1. Azərreyl 3-1 öndədir. İlk hissədə buna bənzər vəziyyət yaranmışdı. 5-2 hesabı ilə öndə idi Vüqar Əliyevin komandası, amma sonradan Rabitə ardıcıl xalları qazandı. Carla Rueda, Rabitənin hücum cəhdi. Ferretti, Yoana Mahmudova 2-3. Bu Yoana Mahmudovanın 9-cu xalıdır qarşılaşmada. 3 voleybolçu var ki, Rabitənin 3 voleybolçusu bunlar Yoana Mahmudova, Foluka Akenraydeva və Katarzyna Skavronska. Hər 3 oyuncusunun aktivində 9 xal var. 3-ünə 27 xal toplayıb. Hesablayaq. 25-25-50 və bu da 2. 52 xaldan 27-si məhz bu voleybolçunun aktivindədir. Servis dəqiq oldu. Yoana Mahmudova 10 xallı xəttə çatan ilk voleybolçu olur qarşılaşmada. 3-3. Meydança sürüşkəndir. Bu problemi aradan qaldırırlar hazırda və oynamaq olar. Mahmudova. Savinçuk. Carla Rueda. Blok. Yuliya Kərimova. Kavalçuk. Onun da zərbəsi dəf edildi. Akenradevo alınmır. Skavronska'nın zərbəsi. 4-3. Azərreyl yenidən öndə. Bu imkandan yararlana bilmədi Rabitə. Kavalçuk. Kapitan top oyuna daxil edəcək. Onun 7 xalı var. Oksana Kavalçuk. Mahmudova. Castillo. Sağ tərəf ötürdü. Skavronska blok. Akenradevo out. 5-3. Kavalçuk. Castillo. Topa çatdı. Horvat. Həbibova. Çaşdırıcı toxunuş keçmir. Skavronska. Savinçuk. Həbibova. Carla Rueda. 4-5.
Skavronska fərqi minimuma indirdi. O da 10 xallıq həddə çatdı. Akin Radevo qalıb. Xəbərdarlıq kapitana Oksana Kovalchuk'a. Rəsmi xəbərdarlıq. Onu yaxın planda görürsünüz. 35 yaşlı Belaruslu voleybolçu. Skavronska. Komandasının hücumuna başlayır. Rabitə 3-cü setdə uduzur hələlik 4-5 hesabı ilə. Savinçuk. Tərbibova, bravo! Şəfaqət Tərbibova əla oynadı. Amma Akin Radevonun 10-cu xalına mane olmaq mümkün olmadı. O da 10 xallıq həddə çatdı. Beləliklə Mahmudova, Akin Radeva və Skavronska hər üç voleybolçunun 10 xalı var. Hesab isə bərabərdir 3-cü setdə 5-5. Skavronska. Katarzyna Skavronska tez-tez meydançada isə sürüşkən zonalar qeydə alınır. Buna görə də 3-cü setdə müəyyən fasilələr yaranır. Həbibova 6-5. Çoxdan idi ki, Nasi Dimitrova fərqlənmirdi və 8-ci xalını bu zərbə ilə aktivlə yazdı. Top Castillo'ya deyərək meydançadan çıxdı. Carla Rueda, Cotito ləqəbli voleybolçu. Dimitrova 7-5. Ardıcıl 2 xal Nasi Dimitrovadan. Azərreylin ən mövsumdar oyuncusudur, 9 xalı qazanıb. 22 yaşlı gənci oyuncu Carla Rueda. Daha bir servis. Mahmudova, Ferretti, Akin Radevo. Altı 7. 11 xal Akin Radevo'da ən məhsuldar odur görüşdə. Dora Horvat, Carla Rueda, Həbibova, Savinçuk. 8-6 Azərreyl. 3-cü setin ilk texniki fasiləsində üstün yollanır. Üçüncü hissə davam edir, hörmətli tamaşaçılar. Rabitə Azərreyl qarşılaşması. Üçüncü hissədə Azərreylin üstünlüyü var 8-6 hesabı ilə. Ümumi hesab isə Rabitə komandasının xeyrinədir. 7-8. Yoana Mahmudova. Onun da aktivində 11 xalı var artıq. Burada Kovalchuk çatmadı topa. Mahmudovanın servisi hesab 7-8. Azərreylin xeyrinədir. Daha doğrusu servisi Akin Radeva yerinə yetirdi. Kovalchuk, Dixon hesabı bərabərləşdirdi. Ettore Dixon.
8-8 üstünlüyü əldən verdi Azərreyl. Poluk Akinradevo. Karla Rueda, Şəfaqət Həbibova, Savinçuk, blok. Ferretti, Akinradevo, Mahmudova, libero yaxşı oynayır. Savinçuk. Dora Horvat, Ferretti, maraqlı mübarizə gedir bu saniyələrdə. Daha bir zərbə, Dixon, 9-8. Teteri Dixon, özünün 3-cü komandasının bu hissədə 9-cu halını qazandı. Rabitə önə keçdi. Herhalde Azərbaycan komandası bu cür oynasa, çempionatın qalan oyunlarında bu cür oynasa, hatta play-off'a da vəsqəni təmin edə bilər. Yaxşı görünür. Yerli gənc voleybolçular çoxluq təşkil etsə də komandada herhalde oyun çox yaxşı alınır. Bir-birlərini yaxşı başa düşürlər. Aynur Kərimova hesabı bərabərləşdirdi. Bu onun 7-ci halı idi. Bu cür stabil oynasalar uğur da kazana bilərlər 2014-2015-ci il çempionatında. Skavronska, Karla Rueda, Həbibova, oyun qurucusu sol cinahla oynayır. Savinçuk 19 Azərreyl öndədir. Olga Savinçuk 8-ci halını kazanaraq komandasını önə keçirir. 19. Şəfaqət Həbibova. Dora Horvat, Ferretti, Mahmudova, out. 11-9. 11-9. 2 xal fərqi ilə öndədir Azərreyl. Şəfaqətin növbəti servis olacaq. 23 yaşlı gənc voleybolçu. Horvat, Ferretti, Mahmudova, bu dəfə dəqiqdir. 10-11. 12-ci xal idi. Joana Mahmudova. Skavronska kənarda. Onun əvəzinə Güzelli Əzimli meydançaya çıxdı. Servisi isə Ferretti yerinə itirəcək. Francesca Ferretti. Hesab 10-11. Yuliya Kərimova, Savinçuk, top əks tərəfə keçdi. Həbibova, Kərimova, top yenidən əks tərəfə atıldı. Və əla, bravo, həqiqətən də bu gözəl oyuna görə Azərreyl komandasına, voleybolçularına alqış düşür. 12-10. Oksana Kovalçuk, fikir verin. Bu cür çətin vəziyyətdən çıxa bildi Vüqar Əliyevin komandası. Aferin. Kovalçuk'un 8-ci halı idi. Bu isə Savinçuk'dur. On 12-10 Azərreyl irəlidə. Savinçuk, Horvat, Ferretti. Top meydançada. Fərqlənən voleybolçu isə Əzimli. Bu Güzelli Əzimlinin 3-cü xalı idi. 11-12. Joana Mahmudovanın servisi olacaq. Savinçuk, Həbibova, Kovalçuk, Teteri Dixon. Blokda fərqlənir Dixon, 4-cü xalı idi və artıq bərabərlik var tabloda 12-12. 1 saat 15 dəqiqədir ki görüş başlayıb. Həbibova, Karla Rueda, out. 13-12 rabitə. Aha, xeyr. Zaur Hacıyev bildirir ki Azərreyl önə keçir 13-12 hesabı ilə. Top son anda rabitə voleybolçusuna dəymişdi. Buna işarə etdi
Zərbəni isə Carla Rueda etdi. Burada toxunuş var idi hakimin. İkinci hər halda daha yaxın idi voleybolçulara. Zaur Hacıyev. Qüvvətli zərbə. Aydın Kərimova bu zərbə qarşısında heç nə də bilməzdi təbii ki. Natalie Dixon 5-ci xalına sevinir bu zərbə ilə. 13-13. Özü indi servisi yerinə yetirir Dixon. Savinçuk, Həbibova, Carla Rueda. Top meydançada 14-13. Carla'nın 7-ci xalı. Kapitan top oyuna daxil etməyə hazırdır. Oksana Kovalchuk'dan gedir söhbət. Aktivində 8 xal var. Mahmudova, Ferretti, Akinradova top dəf olundu. Həbibova, Carla Rueda 15-13. Kovalchuk, Mahmudova satmadı topa. Ace fərqlənir. Kovalchuk. Və Azərbaycan ikinci texniki fasiləyə də üstün yollanır 16-13 hesabı ilə. Bu setin açıq-aşkar üstün olan tərəfi Azərbaycan'dir. Məcburi fasilə arxada qaldı. Kovalchuk, Horvat, Ferretti. Əzimlinin zərbəsini dəf etdi libero. Yuliya Kərimova da oyunun ən yaxşılarından biridir. Kərimlinin ötürməsi. Kovalchuk, Ferretti, Castillo. Sol cinahda kim? Dora Horvat, Kərimli. Yuliya Kərimli çox əla oyun nümayiş etdirir. Maraqlı mübarizə izləyirik. Zərbə top meydançadadır. Olika Akinradova 14-16 edir hesabı. Maraqlı mübarizə və bu mübarizəyə görə, bu gözəlliyə görə azarkeşlər də alqışlayır şəriki komandanın oyuncularını. Bəli, Yuliya Kərimova çox yaxşı təsir bağışlayır Azərbaycanın liberosu. 11 nömrəli Yuliya Kərimova. Hesab isə 14-16'dır. Güzel ləzimli. Topu sonra vurdu. 17-14. Belə üstünlük əldə etməmişdi Azərbaycan görüş ərzində. Müəyyən müddət öndə olurdu, amma bu üstünlük 1-2 dəqiqə çəkirdi. Amma fikir verin, 3-cü set əməlli başlı Vüqar Əliyevin komandasının üstünlüyü şəraitində davam edir. Salınmaz zərbə Akinradovadan. 15-17. Akinradova ən məhsuldar oyuncuya çevrildi. Aktivində 13 xal var. Dora Horvat top oyuna daxil edir. Carla Rueda'dan səhv 16-17. Horvatın 8-ci xalı. Time out. Vüqar Əliyev time out götürdü. Ragazzi, abbiamo buona ricezione, dobbiamo sfruttare questo. Contrattacco, solo non chiudere, tirare lungo e forte.
Roya'da. Həbibova. Zərbə alınmasa da hücum davam edəcək Azərel komandası tərəfindən. Savinçuk. Horvat yaxşı oynadı. Castillo. Mahmudova. 17-17 hesab artıq bərabərdir. Yana Mahmudova. Bu da onun 13-cü xalı. Həbibova. Savinçuk. Savinçuk fərqləndir 18-17. Olga Savinçuk. Bu onun 9-cu xalı. 18-17 Azərel öndə. Kseniya Pavlenko oyundadır. O Şəfaqət Həbibovanı əvəzləyir. 21 yaşı var Kseniyanın. Onu yaxın planda görürsünüz. Nasiya Dimitrova servisi yerinə yetirmişdi. Akin Radova, Karla Roya'da, Kovalchuk, Kərimova əks tərəfə atdı topu. Castillo, Ferretti, Mahmudova, Savinçuk, Kərimova, Savinçuk, bravo! Ferretti, Mahmudova və xal Rabdənin 18-18. İnanılmaz oynayır Azərbaycan voleybolçuları, inanılmaz. Mahmudova 14 xalla görüşün ən sərrast oyuncusudur. Yoana Mahmudova. Dejan Brđević Castillo'ya yeni tapşırıqları verdi. Kənarda da hazırda libero. Servisi isə Akin Radova yerinə yetirir. Savinçuk, Kərimova. Top kənarda düşüb. 19-18 Rabitə öndə. Başa-baş mübarizə gedir. Maraqlı mübarizə gedir 3-cü setdə. Foluke Akin Radeva. Roya'da. Həbibova. Kərimova. 20-18. Bu bəlkə də görüşün qırılma anı idi, hörmətli tamaşaçılar. Bəlkə də bu xal Azərbaycan oyununda özünü göstərəcək mənfi cəhətdən və time-out Vüqar Əliyev tərəfindən. Həqiqətən də bura qədər çox yaxşı gəlmişdilər, amma son dəqiqələrdəki uğursuzluq təsirini göstərə bilər. Soyuqqanlı görünür Dejan Brđević. Questa palla in difesa da 4 che lui fa così, non può cadere. Desam. Sabah ilk turun növbəti oyunu voleybol mərkəzində olacaq. Azəryol Lokomotiv qarşılaşması saat 18-dən etibarən. Savinçuk. Sonra Horvat topa toxuna bildi. Akin Radeva, Yana Mahmudova, Kərimova, Həbibova, Savinçuk 19-20. Olga Savinçuk ilk voleybolçu oldu Azərbaycan heyətində ki 10 xallı xəttə çatdı. Olga Savinçuk. Hesab 19-20. Şəfaqət top oyuna daxil edir. Horvat. Ferretti. Yana Mahmudova. 21-19. 15 xal Yana Mahmudovanın aktivində. Yenə də ən məhsuldar oyuncu odur. 21-19. Francesca Ferretti görüntüdədir. Yuliya Kərimova, Həbibova, Kərimova, səhv. 22-19.
deyəsən artıq məğlubiyyətlə barışır Vüqar Əliyevin komandası. Həqiqətən də 19-cu hala qədər çox əla gəlmişdilər. Amma təcrübəsizlik hardasa rəqibin daha güclü olması burada da özünü göstərdi. Topu tora vurdu Ferretti. Hesab 20-22'dir. Hələ heç nə bitməyib. Oynamaq olar. Son ana qədər əzmkarlıq göstərmək lazımdır, mübarizə aparmaq lazımdır. Savinçuk top oyuna daxil etdi. Castillo, Ferretti, zərbə və əzimli hesabı 23-20 etdi. Güzel əzimli. Bu əzimlinin 4-cü halı. Yana Mahmudova. Dəyişiklik olacaq Azərbaycan heyətində. Leyla Paşkova 16 yaşlı voleybolçu oyundadır. O Savinçuk əvəzləyir. Oyunun ən gənc oyuncusu Leyla Paşkova. Aynur Kərimova ayaqla oynayır. 21-23. Bu Aynur'un 8-ci halı. Yaxşı hücuma qoşuldu. 21-23. Kərimova servisi yerinə yetirir. Horvat. Ferretti. Horvat top meydançada və maç bol rabitə üçün. Daha bir xal və rabitə yeni mövsümə 3 xalla başlayacaq. Amma istənilən halda bu oyuna görə, bu əzmkarlığa görə Azərbaycanın bütün voleybolçularına həqiqətən də alqış düşür. Yuliya Kərimova, Həbibova, Kovalchuk top meydançada da 22-24. Oksana Kovalchuk. O da 10 xallıq həddə çatdı. Savinçuk kimi. 22-24. Hələ də maç bol rabitə üçün. Kovalchuk. Castillo, Ferretti. Oynamaq olar 23-cü xal gələcəkmi? Yuliya Kərimova topa iki tərəf atdı. Hücum imkanı rabitənin. Sol cinahdan zərbə və top meydançadadır. Dara Horvat son nöqtəni qoyur 25-22 bu setdə və rabitə 3-0 hesabı ilə qalib gəlir. Təbrik edirik bu komandanı. Yeni mövsümdə ilk qələbə münasibəti ilə, amma qeyd etdiyimiz kimi Azərbaycan voleybolçularını da alqışlamaq lazımdır bu əzmkarlığa görə, bu gözəl oyuna görə. Reportajımızı yekunlaşdırırıq. Gənclik Olimp İdman kompleksindən bu müddət ərzində sizinlə söhbət mən İsmail Abdullayev idim. Yayımın rejissoru isə Teyyub Məmmədov idi. Sağ olun, salamat qalın.